Boksda əgər bu səhvi etsəniz, Müəllim. Nədir bala? Görmürsən cəmaata bilmədiyim şeylərdən dərs keçirəm. Nədir? Nə olur? Müəllim, mən də ringdə rəqibimi sağlamaq istəmirəm. Biz görmüşük ki, pişiyi sağlayarlar, dovşanı sağlayarlar. Hansı pişik dovşanla söhbət edir ha? Bu 2 ayaqlı yoxsa 4 ayaqlı? 4 ayaqlı müəllim. Ay səni 4 ayaqlı. Aha, eşidirəm. Mən istəyirəm ki, qollarım Tyson kimi olsun, qoyduğum durmasın. Amma harda? Ringdə. Ringdə. Okey, problem yoxdur. Bax, işləyirsən nə? Bu vəziyyətdə jim vəziyyətini alırsan, jim vurdun, qalxdın. Ayaqları gətirirsən yana, qalxırsan, qaldırırsan. Bunu işləyirsən hər iki ələ. Onun 3 set bunu işləyirsən. İkinci hərəkətimiz budur ki, götürürsən bir də növbəti qanteli, iki əllə bir yerdə. Ayaqları qaldırıb qoyursan bura. Jim vurdun, qalxdın. Əlvi qaldırırsan, ay sağ ol. Yenə jim vurdun, qalxdın, sol əli qaldırırsan. Üçüncü hərəkətimiz də budur ki, bax, bu vəziyyətdə saxlayırsan bunu, qalxanda elə bir ki, arxa ayağı, daha doğrusu ayağın birini atırsan arxaya. Bax, hop, qalxdın, indi ikinci, hop, qalxdın. Bunu da işləyirsən, hər ayağa 10-3 set. Sonra görəcəksən ki, olmusan dəmir. Yenə də deyirik təkrar. Kimə qoysan durmur. Harda? Ringdə. Əhsən sənə, get sığallar. Gen pişiyimi sallayım. Amma 4 ayaqlıları